Tut ağacı qarmaqdır, tutu barmaq-barmaqdır. Yar mənə namə yazıb, hər sözü yalvarmaqdır. Tut ağacı boyunca, tut yemədim doyunca. Yarı xəlvətdə gördüm, danışmadım doyunca. Deyirəm, tutu çırpan olsaydı, yaxşı bir aş pişirərdik. Təəccübləndiniz, hə? Yox, inanmıram ki, Ağcabədililər təəccüblənər. Çünki tutlu aş onlar üçün daim eşitdikləri bir addır. Amma digər bölgələrimizdə yaşayanlar yəqin ki, təəccübləndilər ki, tut hara, aş hara. Bəli, bugün elə mən sizə Ağcabədiyə, məhz Ağcabədiyə məxsus olan tutlu aşın bişirilməsi qaydasını göstərəcəm. Bəli, qeyd elədiyimiz kimi Ağcabədi mətbəxinə məxsus olan tutlu aşın bişirilməsi qaydasını göstərəcəyik. Bunun üçün bizə birinci növbədə elə tut lazımdır, amma tutun çırpılması prosesini birazdan çəkəcəyik. Amma ona qədər qeyd edim ki, ümumiyyətlə tutlu aşın bişirilməsi üçün birinci növbədə bizə lazımdır düyü, kərə yağı, duz, şəkər, gilənar, alça, bir də şüyüd və keşniş. Əsasən daha çox şüyüd vurulur. Təbii ki, onların əksəriyyətini biz elə bağımızdan yığacağıq. Birinci gilanlardan başlayaq. Tutlu aşın bişirilməsi üçün bayaq qeyd etdiyim kimi bizə alça da lazımdır. Alça da öz həyətimizdən dəriləcək. Amma təəssüf ki, bu il yağıntıların bol olması nəticəsində, alçalara mənə deyilir. Müəyyən mənələr düşübdür. Ona görə alça o qədər çox deyil. Ətəyində olanların da çoxunu uşaqlar yığıb, amma yenə də biz tutlu aşımızın xətrinə bir neçəsini taparıq. Bəli, tutlu aşın bişirilməsi üçün bizə həmçinin keşniş, şüyüd lazım olacaq. Təbii ki, onları da öz həyətimizdən əldə edəcəyik. Keşniş, şüyüd, nanə, bəzən də reyhan da vururlar. İndi reyhan da var, nanə də var. Onlardan da yığarıq biraz tam üçün. Düzdür, artıq havalar qızdığı üçün keşnişlər toxumlamağa başlayıb, amma bizə lazım olan qədərini yəqin ki, yığa bilərik. Ümumilikdə isə əsasən şüyüd daha çox istifadə olunur. Tutlu aşımızın daha ləzzətli olması üçün biraz da nanə yığaq. Çox gözəl ətri var. Artıq göylərimiz də hazırdır. Qaldı bircə tutumuzun çırpılmağı və yekunda onun hamısına yuyulub hazırlanması. Ondan sonra isə tutlu aşın bişirilməsinə başlayacaq. Deməli, şair gündüz sevildiyi çatmışıq tut ağacına. İşte bir söz deyim deyir, oy ürəyim tutdu, oy falan. Çıxıb oturub, şair nə tərdi oralar? Çox əladır, çox gözəldir. Bərəkətli olsun. Yenə göylərdədir şair xəyalım. Bəli, şairlər həmişə göydə olur, yüksəklikdə olur. Başlayaq? Başlayaq. Ne güzeldi, ne güzeldi. En korkulu ağaç. Artıq tutumuz da çırpıldı. İndi gedirik digər işlərimizi görək və nəhayət aşımızı dəmə qoyaq. Getdik.
Aparaq tutumuzu yuyaq. Bunu qoyaq üstünə ki, artıq suyu çəkilsin. Ona qədər digər işlərimizi görək. Onu xatırladım ki, tuzlu aş mən özümdə ilk dəfədir bişirdim. İnşallah ki, biabır olmarıq. Deməli, birinci aşın tutumuzu tökməliyik. Suyu qurumalıdır. Bu arada xəmir də yoğurmuşuq, çörək bişirəcək. Onu qeyd edeyim ki, bacardığımız qədər, vaxt imkan verdiyi qədər çörəyi həmişə özümüz bişirməyə çalışırıq. Həm onun təmizliyi, həm onun belə deyim, keyfiyyəti yəni daha üstündür evdə etməyin. Bugün də xəmirimiz var, elə istədim onu da görüşəm. İndi kündələyəcəyik, birazdan da pişirəcəyik. Təbii ki, təndirdə yox, təndirə mənim hünərim çatmaz, amma duxovka deyirik də, sobada pişirəcəyik. Əslində mən özüm üçün həmişə qara çörək bişirirəm, amma ailə üzvlərimiz qara çörək yemədikləri üçün onlara təbii ki, ağ çörək hazırlayırıq. Beləcə hamısını kündələdikdən sonra yarım saat gözləyəcək. Ondan sonra hər birini yaxşıca yumurtalayıb sobaya qoyacağıq. Çox qəşəng, ləzzətli çörəklər alınacaq. Deməli, tutun artıq suyu qurumaq üzrədir. Qoymuşduq, heç bir yağ falan görməmişik, suyu quruyur. İndi ona əlavə edəcəyik. Əvvəldə də qeyd edədiyim kimi gilənar. Açığı belə deyim, gilənar düyünü qaraltdığı üçün biz özümüz üçün, ev üçün bişirəndə tökmürük. Amma ümumi tutlu aşın bişirilməsi qaydasını bugün göstərdik. Ona görə hardasa bir 10-15 gilənar da atacağım içinə. Yuyulub təbii ki, meyvələrimiz, alça yuyulub, göyərtimiz yuyulub, artıq suyu çəkilib. Şəkər, duz, qara istiot, sarı kök, məhz bunu tutun üstünə tökəcəyik, düyüsünə yox. Və bir də birbaş soğanı biz xırda doğrayıb tökəcəyik.
çəkilir və biz onun soğanını əlavə edəcəyik. Xırda doğranmış soğan. Biraz yəni onun içində öləcək. Və soğanı töküldükdə tuzunu da əlavə edirik. Yəni çox tökmürük, biraz. Belə bu ərəfədə yağını da tökək. Hardasa bir tut üçün bir 2 qaşıq kərə yağı tökəcəyik. Onsuz da düyüyə də çox yağ vurulur. Şimdi az olarsa əlavə edərik yenə də. İndi isə Rəmzi qızımız göğü doğrayır. Mən də alçaları beləcə xırda doğrayırıq. Təbii ki, tolantını bunlarını atırıq. İndi artıq o soğanını tökmüşük, yağını vurmuşuq, tuzunu vurmuşuq. Biraz suyu çəkilib yağa düşdükdə artıq alçasını tökürük və yekunda da göyün, şəkəri və girenarı əlavə edib keçirəcəyik. Artıq tutu suyu demək olar ki, laf az qalıb. Mən doğranmış alçanı da əlavə edeyim. İndi yavaş-yavaş digər qaçılmalı, yəni ərzaqları da qatacağım. İndi isə şəkəri əlavə edirik. Ağcabədin istisi bizi bir təhər elədi həqiqətən, amma işimizi başa çatdırmalıyıq. Hardasa əslində bu zövqə görədir, amma yəni tam dadı yaxşı olsun deyə hardasa 3 belə dolu xörək qaşığı, hələ biraz yarım da töküm. Artıq bir çalmaya başlayır. Və qeyd edədiyim kimi gilanar çox qaraqdığı üçün daha doğrusu çox atmıram. Hardasa bir 10-15 gilanar atsam biraz artıq edeyim. Yəni öz qaydası belədir ki, gilanar da, alçayla yanaşı gilanar da tökülməlidir. Biraz qara istiyor tökdük və biraz da sarı kök. Külə yaparım, mən buradan tökürəm. Qarışdırım. Dedik stolun üstündə eləyək bunları, operatorumuz dedi ki, yox. Bir kənd havası yarada, ona görə indi mən beləcə zülüm çəkirəm. Və göyərtimizi də əlavə edək.
pendirlə, ətliklə əla gedəcək. Həqiqətən çox gözəl bir çörək çıxır. Çox ətirlidir, çox dadlı. Dərinizə sağlıq olsun Məsud xanım. Allah bu alih, müqəddəs nimətlə xalqımızı, insanlarımızı, süfrələrimizi sınağa çəkməsin. Çörəyimiz həmişə bol olsun. Göz haqqınıza halal verin, əziz tamaşaçılar. Möhtəşəm, sağ olun, möhtəşəm. Artıq göyünü də əlavə elədik, qeyd eləmişdik əvvəldə də ki, yəni şüyüddür, nanədir, biraz kişnişdir, bir də göy soğan əlavə eləmişdik. Artıq demək olar ki, bizim tutumuz hazırdır. Biz bunu götürək və düyümüzün suyunu qaynamağa qoyaq. Düyümüzün suyunu koyaq, qaynasın. Qazanlar, geçmiş qazanlar. Düyümüzün suyu qaynasın. Biz de biraz buralarda bir yığış edək. Düyümüz artıq yuyulub hazırdır. Səhərdən ıslaha koymuşduq. Deməli, bunu tökə-tökə ilə danışım. Bir məqamı vurğulayım ki, bəzi evlərdə bayaqdan ki biz tutu bişirirdik, soğan tökmüşdük içinə də, qovururduq, yağa düşürdük. Onun hamısını qarışdırıb, çiğ şəkildə qat-qat düyünün arasına tökürlər. Amma o həm tutun suyu çıxır, həm də ümumiyyətlə dadı o qədər yaxşı olmur. Amma biz bir qat, yəni yağı tökdükdən sonra, dağ etdikdən sonra bir qat düyü tökəcəyik. Sonra o hazır qaranı onun arasına töküb, qalanını, düyünün yəni qalanını da üstünə töküb, yağını əlavə eləyib dəmə qoyuruq. Qeyd edim ki, bu aşa əlavə qazmaq olmur. Elə bir qat düyünü altından tökmüşük. Sonra qaranı tökdük və düyümüzün qalanını əlavə edirik. Və nəhayət sonuncu işimizi tökürük, ərinmiş yağı əlavə edirik pilavımızın üstünə. Belə. Bu yavaşca özü üçün dəm alsın. Biz də gedək, başqa işlərimizlə məşğul olaq. Aşımızı dəmə qoyduq. İndi isə istəyirdim sizi
bu bağçamızla tanış eləyək. Gilaslarımız görürsünüz bol gətirir. Bu il məhsul çox olubdur. O tərəfdə ağ gilas da var. Bu xar tutdu, amma hələ yetişməyibdir. Min bir dərdin dərmanı demiyorlar. Xüsusilə də qan azlığı olan insanlar üçün gözəldir. Bu isə qaraqat doludur. Hələ ki tam yetişməyib qaraqatlar. Bundan mürəbbə də hazırlanır, kompot da hazırlanır. Amma ən gözəli, ən faydalısı isə onun çiğ mürəbbə edilməsidir. Yəni şəkərlə qaraqatlar bir bankaya, şüşə bankalara yığılır, soyuducuda saxlanılır və çox faydalıdır. Bildiyim qədər təzyiqə də deyildir. Daha sonra orada yemişan da əsl adı, amma Ağcabədlilər ona qariyellər deyirlər. O hələ yetişməyibdir. Amma ağacını göstərim. Bu isə qariyellə ağacı, yenə deyirəm, Ağcabədlilər qariyellər deyir, amma adı yemişandır. Təzyiqin dərmanıdır. Bunu da belə deyim, bundan tumları böyük olur. Mürəbbə filan hazırlamaqdandırsa, mən bunu yığıram, soyuducunun buz olan yerində saxlayıram. Qış boyu evdə kiminsə təzyiqi qalxanda onu çay kimi dəmləyirəm. Çox da gözəl effekt olur. Bu il ağ gilaslarda bol olubdur. Bu isə bayaq göstərdiyim süfrə gilası deyirik biz ona. Bunlar isə mürəbbə gilasıdır. Tumu çıxarılır. Bəzi bekar xanımlar bunun içinə hətta fındıq ləpəsi qoyurlar. Amma bu demək olar ki bir ejirdir. Ağcabədlilər ejir deyir ona. Çətin işdir, amma yəni limon falan doğrayıb içinə tökmək olur qabıqların ki ətirli olsun. Gördüyünüz arı yeşikləri də özümüz üçün, yəni onlar əslində saxlayırıq. Sadəcə təmiz bal əldə etmək üçün. Əvvəl bir yeşikdi, sonra artdılar, ikinci yeşikdə oldu. Və ötən il deyim ki, xeyli bal əldə olundu. Ona görə öz istifadəmizdən əlavə, onlara pay verməkdən əlavə, açığı biraz da onun elə satışını da təşkil etdik. Bu təbii ki, kommersiya xarakterli deyil, sadəcə elə onun saxlanması, ona bilirik ki, özümüz baxmırıq da, ona gəlib baxırlar, müəyyən o dərmanlanmasıdır filandır. Elə o balın satılmasından əldə olunanı da özünün xərclərinə verdik. Amma əsas olan budur ki, istədiyimiz vaxt təmiz bal əldə edirik və gördüyünüz kimi burada da ağaclar, onların çiçəkləri tam təbii şəkildə əldə olunur. Bu ağac isə iydə ağacıdır. Bu həyətlərdə çox olmur. Əsasən Ağcabəddə, meşədə daha çox rast gəlinir iydə ağacına. Mənim üçün isə bunun mənəvi tərəfi daha çoxdur. Ona görə mənim xahişim də bu ağac burada əkilibdir. Nə üçün? Çünki mən uşaqlıq illərimi xatırladır mənim. Yadımdadır bir binada, yəni eyni məhliyə düşürdük. O zaman yaşayırdı bir çox ziyalılarımız orada. Polina müəllim, Mülayim müəllim, Sərdar müəllim, İldırım dayı və o İldırım dayıgil bir iydə ağacı əkmişlər həmən məhəllədə. Yaz fəsli olanda o iyidənin çiçəyinin qoxusu bütün məhləni, bütün evləri götürürdü. Çox möhtəşəm bir qoxusu var. İndi illər keçib, artıq o insanların heç biri həyatda yoxdur. Mənim ailəm də artıq orada yaşamır və belə deyim də ora qayıtma şansım, getmə şansım, o illəri xatırlama şansım artıq yoxdur. Ona görə də o illərin qoxusunu, o illərin xatirəsini öz həyətimizə gətirdim. Hələ ki meyvə gətirməyim, amma çiçəklənmişdi bu ildə. Həqiqətən də çox gözəl qoxusu var. Bu isə limon ağacıdır. Demək olar ki, bir il 80'ə yaxın limon bundan əldə edilmişdik. Ötən il biraz az oldu, 80'dən az oldu. İndi də artıq çiçəklərin töküb, balaca limonlar var üstündə. Bu isə xeyuxa.
ağacıdır və gördüyünüz kimi çiçəkləyibdir xeyli sayda. Və feyuxay qeyd edim ki, zobu olan insanlara çox xeyirlidir, faydası var, təzyiqi yaxşı salır. Bundan kompot da hazırlanır, həmçinin çiğ mürəbbə soyuducuda saxlamaq şərti ilə o da çox gözəl, ləzzətli olur çayla içməyə. Burada isə biberiye bitkisini görürsünüz. Çox gözəl qoxusu var. Rozmarin də deyirlər buna. Biberiye deməli çox şeylərə demək olar ki, faydalıdır. Bir təzyiq xəstələrinə, bir də böyrəyində problem olan insanlara, yəni problem yarada bilir. Bundan başqa həzmi normallaşdırır, qan dövranını yaxşılaşdırır. Ən önəmlisi yaddaşa çox faydalıdır yaddaş üçün. Yəni onun dəmləməsi gündə 3 dəfə, stəkanın 3də 1-i qədər istifadə olunarsa. Eyni zamanda saç tökülməsinə qarşı da çox faydalıdır. Dəmləməsindən hər gün saçların dibi masaj olunur. Bu ona çox fayda verir. Saçları quru olan adamlarda isə bu biraz quruluq yaratdığı üçün mən məsləhət görərdim, yəni özüm istifadə edib görmüşəm. Zeytun yağının içərisinə onun yarpaqları tökülür, bir həftə saxlanır və ondan sonra saçlar yuyulmazdan öncə dibləri məhz o yağla masaj olunur. Onda yəni saçın quruluğunun da qarşısı alınır. Həmçinin bunu əsasən Türkiyə mətbəxində görmüşəm, amma mən də istifadə edirəm. Ət qızartmasında, həmçinin bastırma edərkən biz adətən ona kəklik otu vururuq, nanə vururuq, quru nanə. Amma bunun qurusundan da tökülür, o da yəni həmin əti çox ətirli edir. Bəzən yarpaq dolmasına da vururlar, amma açığı mən sevmirəm, çünki bunun biraz qoxusu kəskindir, o dolmanın bütün dadını, tamını mən düşündüyüm qədər itirir. Amma ümumilikdə çox faydalıdır və təzyiqi olan, amma yaddaşı üçün bundan istifadə etmək istəyən insanlar isə, yəni ona içə bilmədikdə, evdə, otaqda qoyub hər gün qoxulaya bilərlər. Yəni qoxulamağın özü də yaddaş probleminin aradan qalxmasına xeyli kömək edir. Burada isə gördüyünüz kimi kartof əkmişik. Açığı bu kartoflar əkiləndə qohumlardan bəziləri bizi düşündü ki, balaca bir yerdə, yəni orada nə kartof çıxacaq ki? Əvvəla deyim ki, buradan, bax bu ərazidən çıxan kartof ən azı 2 ay yəni istifadə olunacaqdır, ən azı. İkincisi, həmən o 2 ay müddətində biz dərmansız, gübrəsiz, tərtəmiz kartoflar əldə edəcəyik və bunun mənim üçün üçüncü və ən önəmli tərəfi isə biz davranışımızla, bu işimizlə övladlarımıza bir nümunə oluruq və onlara göstəririk ki, əgər sənin bir qarış torpağın, suyun, vaxtın və sağlamcanın varsa, onu dəyərləndirmək lazımdır. Ondan, yəni təbiətin bu sərvətlərdən istifadə etmək lazımdır. Təbiət elədir ki, sən ona nə versən, onu sənə qaytarır. Sən ona tüpürsən, o da sənə tüpürəcəkdir. Sən ona bir toxum bastırsan, torpağa bir toxum bastırsan, onun 2 qatını, 3 qatını sənə qaytaracaqdır. Ona görə də mənim üçün bunun həm də bir tərbiyəvi əhəmiyyəti var. O kartofların çıxarılması prosesi şəxsən mənim qızım üçün o qədər əyləncəli, o qədər sevincli bir məqamdır ki, qara torpağa, yəni bel vurulur, o torpağın içindən ağ kartoflar çıxdıqca o sanki qızıl tapmış kimi çox sevinir və əlbəttə ki, onun sevinci həm də mənə keçir. Düşünürəm ki, əlimizdə olanları hər zaman dəyərləndirməliyik. Gileylənmək çox asandır, şikayətlənmək çox asandır. Amma baxdıqda, gördükdə biz görürük ki, o balaca torpaq sahəsindən də, o sudan da dəyərləndirərək istifadə etdikdə onun, belə deyim, məhsulu da gözəl olur, onun keyfiyyəti də çox gözəl olur. Və indi bugün bizim əməkdaşlar da təbii ki, məni tək qoymurlar, Rəmziyə qızımız, Gündüz qardaşımız mənimlədir. Həmin ondan xahiş edəcəm, ayrı vaxt biz onu şair kimi təqdim edirik, Azərbaycan Yazıçılar Birliyinin üzvü, neçə kitab müəllifi, amma o bugün burada məhz mənə kartof çıxarmaqda kömək edəcəkdir. Buyur şair. Böyük məmnuniyyətlə Məsəd xanım, bərəkətli olsun. Sağ olun.
Şəhər yekələri götürdü. Baxın. Və qeyd edeyim ki, bunun bu xırdalarını da çox sevirəm. Bunları bütöv-bütöv yağda qızardırıb, yuduqdan sonra heç qabığına da koymuruq. Çox ləzzətli olur. Rəmziyə, bəlkə sən də gələsən. Kartoqlardan sən də çıxarırsan, gəl. Gəl görüm Rəmziyə. Gəl sən də əlini bir torpağa vur. Torpaqla təmasda ol. Və həqiqətən də çox belə əyləncəli bir işdir. Baxın, Rəmziyənin özünü oxşayan bax balaca kartoqlar. İşte yine bak. Maşallah, məhsul boldur. Rəmziyə qızım götür. Maşallah, Maşallah. Göz değmesin. Təxminən 3 ştildən bir vedr artıq doldu. Təsərrüfatımız təkcə bitkilərlə deyil, həmçinin toyuqlar da saxlayırıq. İndi birini əsəbləşdirdik, qaçdı getdi. Yumurtaları yığmaq istirdik, yerindən durdu, qaçdı və çox belə deyim, əsəbi şəkildə orada qışqırır. Onu yerinə qaytarmaq üçün bəri başdan Rəmziyə xanımdan xahiş edək, o yumurtaları yığsın. Həmişə məqalə yazmayasınız ki, indi də yumurta yığın. Yumurtanın biri əylidir. Hop. Yumurta var. Bəh. Belə, bazardan qədər həyatla tanış edə bildim sizi. Təbii ki, bütün əkilənləri, bütün ağaçları göstərməyə vaxt imkan vermir. Amma çalışdım ki, müəyyən qədərliklə tanış edeyim. İndi isə gedək görək, tutlu aşımız dəmalıqmı və necə alınıqdır. Bəli, tutlu aşımız artıq hazırdır. Şair, bəyəndin? Çox bəyəndim həqiqətən. Görünüşü də çox gözəldir. İndiyə qədər Azərbaycan mətbəxində bizim plovların, milli plovların 40-a yaxınlığı var. Bəli. Amma etiraf edeyim ki, tutlular həm fərqlidir, görünüşünə görə də, həm də dadına görə də, yəni içinə vurulan tutlular var. Yəni tut tamamən tam başqa bir fərqli, ətli. Bəli, ilk eşidəndə deyirlər tut nədir, aş nədir, amma həqiqətən mən də hətta bişirilənə qədər mən də o şey düşünürəm. Amma hər dəfə dadanda o alçanın, şüydün, tutun qarışımı çox fərqli bir dad çıxır ortaya. Ona görə məsləhət görərdim ki, ildə bircə dəfə də olsa tutlu aş bişirmək lazımdır. Rəmziyə xanım, bəyəndiniz? Çox fərqlidir. Mən ilk dəfədə tut daşıyıram. Deməli, Salmanbəylidə bişirilmir bu. Yox, mən yəni Rəmziyə qızımız Salmanbəyli kəndindəndir. Ümumiyyətlə, mən deyim ki, Ağcabədinin kəndlərinin də bir çoxunda tutlu aşı, yəni heç biri bişirmirlər. Onu
dadmayıblar. Çünki bəzilərindən soruşmuşam, onlar üçün də təəccüblü gəldi. Bu elə rayonun özündə olan insanlar, yəni burada yaşayan sakinlər tərəfindən bişirilir. Beləcə əməkdaşlarımızla birgə bugün həm maraqlı bir gün yaşadıq, kadr arxası çox baməzə hadisələr oldu və həm də Ağcabədimizə xas olan çox dadlı bir təamı sizlərə təqdim etdik. Və arzu edərdim ki, siz də məhz Ağcabədiyə məxsus olduğunu düşündüyünüz hər hansı bir xörək, hər hansı bir şirniyyat, bir dad varsa, onların adını şəhərində yazasınız. Bugünlük isə bu qədər. Hələlik, sağ olun.